Yiğitlerinle eğilmez başın, müqəddəsdir oğluna torpağın daşın. Dillerde dastan olmusan, ölmezliğe ucalmısan. Allah'a emanet ol şehit kardeşim. Əziz tamaşaçılarımız, bu dəfə Space televiziyasının Qarabağ Azərbaycandır layihəsi Bakının Savalan qəsəbəsindədir. Qəhrəman bir oğlumuzun ziyarətinə, ailəsinin ziyarətinə gəldik. Qasımlı Nicat Elşan oğlu antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalıb. Bax, bu gördüyünüz küçə, operatorumuzdan xahiş edək, bax küçəmizi də göstərsin. Bu küçə elə bizim qəhrəman oğlumuzun adına verilən bir küçədir. Şəhid Nicat Qasımlı küçəsidir. Bulağı da buradadır. Qəhrəman oğlumuz Ağdam, Ağdərə uğrunda gedən döyüşlərdə və antiterror əməliyyatlarında 2023-cü ildə şəhidlik zirvəsinə ucalıb. Biz hər birimiz bilirik ki, bu 30 il boyunca terrorçu erməni dəstələrinin vasitəsilə Azərbaycanımızda, müxtəlif ərazilərimizdə dəfələrlə terror hadisələri törədilib. Terror hadisələri təkcə Qarabağın sərhəd zonasında deyil, yadımızdadırsa, elə müharibə dönəmində Gəncədə də, Bərdədə də dəfələrlə terror hadisələri törədilmişdir. Və bu qəhrəman oğullarımız hər dəfə bu qəddar terroristlərin Azərbaycanımızda törətdikləri terror hadisələrinin qarşısını alıblar. Burada bizim qəhrəman oğlumuz Nicatla yanaşı antiterror hadisələrində iştirak edən digər qəhrəman şəhidlərimizin də şəkilləri var. Komando əskəri Mirzəyev Sənan Vüqar oğlu 2023-cü ildə şəhidlik məqamına ucalıb. Komando kəşfiyyatçısı Hüseynov Səbuhi Məhbub oğlu. Əskər Qafarov Savalan İsvəndiyar oğlu 2023-cü il antiterror şəhididir. 19 sentyabr şəhid olub qəhrəman oğlumuz. Dövlət Sərhəd Xidmətində qulluq edən bizim qəhrəman şəhidimiz Qurbanov Səyid Ömər oğlu 2023-cü ildə bax gördüyünüz kimi Səyid də antiterror əməliyyatlarında şəhidlik məqamına ucalıb. Daha sonra komando şəhidimiz Xanbaba Ələmdarov 2023-cü ilin şəhidi, mübarək şəhidlərimiz. 2023-cü ildə digər bir şəhidimiz, bizim antiterror şəhidimiz Mikailov Ülvi Bəhruz oğlu. Məkanı cənnət olsun igid oğullarımızın. Hər biri bizim qürur yerimizdir. Canbaxışov Xəyal Xeyrullah oğlu komando şəhididir 2023-cü il. Biz bu qəhrəman oğullarımızla fəxr edirik və bu qəhrəman oğullarımız 2023-cü ildə Azərbaycanda ermənilər tərəfindən, qəddar ermənilər tərəfindən, hər zaman terrora əl atan erməni qruplaşmaları tərəfindən Azərbaycanda törədilən terror hadisələrinin qarşısını alan igid oğullarımızdır. Məkanı cənnət olsun hər birinin. Bax, gördüyünüz bu küçədə bizim yenə antiterror şəhidimiz Qasımlı Nicatın adına verilən bir küçəmizdir. Bu ev ziyarətgahımızdır. Bu ev Nicat ziyarətgahıdır və sizinlə bərabər o ziyarətgahda olan və sizi gözləyən ananın, atanın, müqəddəs valideynlərin huzuruna gedək. Elə sizinlə bərabər. Qəhrəman şəhidimizin ziyarətinə elə Tovuzdan bir qəhrəman oğlumuzun anası, şəhid oğlumuzun anası gəlib. Cavid Hüseynovun xüsusi təyinatlı qüvvələrin şəhidi, snayperçi, qəhrəman şəhidimizin anası gəlib. Ana, elə müqəddəs bir yerdə görüşdük sizlə. Bəli, şəhid ziyarətində. Əvvəla salamlayıram hər birinizi. Allah razı olsun. Bizim balalarımıza dəyər verənlərə, qiymətləndirənlərə, yaşadanlara. Siz də içində olmaqla Allah canlarını sağ eləsin. Mən də Tovuzdan gəlmişəm. Nicat da mənim bir balam. Allah cəm şəhidlərimizin məkanlarını cənnət eləsin, ruhlarını şad eləsin. Mən də Tovuzdan snayperçi, xüsusi təyinatlı qüvvələr giziri, Azərbaycan ordusunu dəfələrlə xarici dövlətlərdə təmsil eləmiş bir qəhrəmanın anasıyam. Və xoşdur mənim üçün bugün Nicat kimi qəhrəman bir oğlun ziyarətinə gəlmək. Bir borcumuzdur, daha doğrusu bir şəhid anası kimi borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, ata-analara Allah səbr versin. İnşallah onlar bizim hamımız 30 illik əsarət altında alan torpaqlarımızı yenidən bizə qaytardı. Namusumuzu
özümüzə qaytardı. Biz dəfələrlə olmuşuq, elə Tovuz bölgəsində də olmuşuq, amma sizə gəlməmişik. İnşallah növbəti dəfə İnşallah, mütləq inşallah. sizə Çox gələcəyik. istəyərik, inşallah. Gəlib Nicatın o ziyarətgahını gəlib ziyarət edərik. Amma bu gün istəyirəm ki, elə sizinlə bərabər bax bu müqəddəs bulağın suyundan içək. Ehsan bulağıdır bu əziz tamaşaçılarımız. Olmuşam, bulaq açılışında olmuşam mən burada. Mövludunda olmuşam, ikinci dəfədir. O gözəl qərənfilləri də gətirmisiniz. Onları da zəhmət olmasa düzə ilə bulağının yanına. Qardaşım Şəhid ocaqlarını ziyarət eləmək, şəhid ocaqlarında olmaq, onlarla söhbət eləmək, onların valideynlərinə az da olsa mənəvi dayaq olmaq özü bir savabdır. vətən oğluna əzizdir. Bu hər bir Azərbaycanlının borcudur. Çünki bu balalar bizlərin tarixlərini dəyişdilər. Azərbaycan tarixində bir dönüm elədilər. Azərbaycan tarixinin 30 illərlə həsrətində olduğumuz torpaqlara bu balalarımız bizi qaytardılar. Sən vətənin harayısan, xatirələr sarayısan. Dörd bir yanın cənnət bağı, salam şəhidlər bulağı. Qəhrəman oğullardır bunlar hamısı. Gələcəyin əsgərlərdir. Neçə nömrəli məktəbsiz? 28 nömrəli məktəb. Tam orta məktəb. Necə? 28 nömrəli tam orta məktəb. Maşallah, neçənci sinif? 6G. 6-cı sinif. 5-yi. 5. 6G. Maşallah. 5-yi. Adı 5-yi. nədir? Mən əslində bir 71 nömrəli məktəbdə oxumuşam. 71 nömrəli məktəb demək ki, Nicatın oxuduğu məktəbdir. Bax, orada da 71 nömrəli məktəb. 71 sayılı mən məktəbdə oxumuşam, 2B-də oxumuşam orada. Aha, Nicat haqqında, şəhidlər haqqında kimsə nəsə bilir? Bizim bütün şəhid oldular. Əgər onlar şəhid olmasa da biz yaşaya bilməzdik. Onlar torpaqlarımızı qoruydular. Torpaqlarımızı. Hə. Harda olan torpaqlarımızı onlar işğaldan azad elədilər? Bir çox torpaqlarımızı Cəbrayıl, Füzuli, Zəngilan Say və görüm sair. adların. Qarabağ torpaqları. Aha, Qarabağ, Şuşa, Laçın, Zəngilan, Füzuli və s. 2023 sentyabrın 19-20-si Bəli. antiterror əməliyyatı nəticəsində bu şəhidlərimizi verdik. Allah səbir diləyirəm mən yenə də. Danışılacaq çox şey var belə yerdə danışmaq çətin olur, hə. Çətindir. Səbir diləyirəm. Bütün şəhidlərimizin ruhu məkanı cənnət olsun inşallah. Çətindir, amma qürurludur. Qürurludur, bəli, Bəli. qürur Elə bunu duyuruq. dayanmağın özü Şəhidlərim qürurludur. əlbəttə ki. Təşəkkür edirəm sizə də, Space telekanalına təşəkkür edirəm. Gəlirsiniz, işıqlandırırsınız. Bütün analarla biz müsahibə alanda, hər biri ilə söhbət edəndə söyləyirlər ki, şəhid olacağına oğlum sevinirdi. Şəhid olacağını əvvəldən bilirdi. Şəhidlik məqamına hazır idi. Sanki o müharibənin istər antiterror olsun, istər bizim 44 günlük vətən savaşımız olsun, sanki o hadisələrə hazır idi və özünü artıq hazırlıqlı hiss edirdi. Heç biri gedəndə bir addım belə ayağını geri atmadı. Bizim 44 günlük zəfər savaşımızda bir fərarimiz olmadı. Bu bütün dünya ölkələrinə, bütün dünya belə deyim də hərb tarixi üçün nümunəvi bir döyüş sərgilədi bizim Azərbaycan oğullarımız ki, bu gün də artıq müharibədən neçə il keçib, bu gün də Azərbaycan oğullarının 44 günlük savaşını hər yerdə danışırlar və nümunə çəkirlər. Mən çox istəyirəm ki, əziz tamaşaçılarımız, bizim müqəddəs oğlumuz, adını çəkib qürur duyduğumuz, adıyla fəxr etdiyimiz Nicatımızın anasının, atasının huzuruna gedək. Elə sizlərlə bərabər. Qarabağ! Azərbaycandır! Qarabağ! Azərbaycandır! Şəhidlər ölməz! Vətən bölünməz! Şəhidlər ölməz! Vətən bölünməz! Şəhidlər ölməz! Vətən bölünməz!
Qasımlı Nicat Elşən oğlu Vətən uğrunda medalı ilə təltif olunub və burada ordeni də var. 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunub. Demək ki, bizim bu oğlumuz həqiqətən vətənə xidmət edib, canı ilə xidmət edib vətənə. Düzdürmü ana? Yəni biz hər birimiz deyirik ki, vətən uğrunda canımızdan keçərik. Vətənə xidmət bizim xüsusi borcumuzdur. Düzdürmü Rafiq müəllim? Amma onu hər adam əməlində göstərə bilmir axı. Mən Qasım Nicadın atasıyam. Həqiqətən də oğlumla fəxr edirəm. 44 günlük müharibədə bizim evin üstündən bayraq əksik olmadı. Yəni Nicadın orta məktəbdə oxuyurdu onda. Nicadın canında o vətənpərvərlik var idi. Bayrağa bükülüb şəkillərini göstərən, bayrağa bükülüb şəkil çəkdirib. Evimizin üstündə bayraq. Öz asıb evin üstündə. Özü asmışdı. Gedib kənddə şəhidlərimizi indi şəkilləriz baxıram ki, 44 günlük müharibədəki şəhidlərin ziyarət eləyibdi. Tovuzda ziyarət eləyibdi. Nə bilim, Nicatdan ən çox yadımda qalan sabah tezdəndən bu şəkili. Bu şəkili səhər işə gedirdim. Dedi ki, ayətə, sağ şəkil göndərirəm. Danışdıq elədik, dedi, sağ şəkil göndərim, onu saxlayarsan. Mən bilmirəm axı Nicat hardadır. Dedim, yox Nicat, mənə heç nə göndərməz, sənin şəklində telefonumda yeri yox. Çoxlu göndərib hər şey. Dedi, yox. O şəkildə bir də bu şəkil. Dedi, yox ayətə, göndərirəm şəkili, bunu saxlayarsan. Göndərdi şəkili, açdım. Dedim, Nicat haradasın? Dedi, ayətə, bir günlük işimiz var. Bu komandirin telefonunu narahat eləməzsən. Şəkili göndərdi 19.09.2023. Səhər 9-a 24 dəqiqə işləmiş. Bu şəkili göndərdi, şəhid oldu. Bunu göndərəndən sonra. Bəli. Sahadı da hətta var. Sahadı da var. Səhər bu şəkil göndərdi. Şəhid olduğu gün sizə göndərdiyi şəkili. Səhər, hə. Tək də çəkdirib o şəkildə. Tək də çəkdirib, bəli. Tək də çəkdirib. Baxın, Fərid zəhmət olmasa, bax bu şəkli istəyirəm tamaşaçılarımız görsün. İgid qəhrəman oğlumuz, komandonun əskəri. Bircə gözəl anam bircə ağlamasın. Bircə ağlamasın. Şəkillərinin hər birinə baxıram. Onun sifətinin mimikasından, əzminə bax, onun vüqarı, necə gülə-gülə şəhidlərimizin hamısı deyirlər, gülə-gülə şəhid olur. Mən onu öz oğlumda da görmüşdüm. Caviddə. Mən onu belə nəşini açdıq, bir gecə evimizdə qaldı. Mən onu gördüm, and olsun Allaha. Əvvəllər eşidirdim, deyirlər şəhidlər gülə-gülədən şəhid olur. O anda gülə-gülə gedir. Mən onu özümdə gördüm, öz oğlumda açdıq. Açanda baxdım gülür. Sanki biraz yoldaşıma dedim, bəlkə deyim o qədər zarafatçıl uşaq idi. Bura uzanıb gülə-gülə. Bəlkə yalandı. Elə gülürdü ki, indi ona baxıram, onu xatırladım ki, onun sifətinin cizgilərinə bax. Ondan necə əzmli, necə xoşbəxt, necə bir həyatından xoşbəxt bir insan kimi gözlənir bütün şəkillərində. Yəni o yola bütün şəkilləri bəli, əksəriyyəti elədir. Deməli, həqiqətən o şəhidlik məqamı çox uca bir məqamdır ki, o məqama gedən qapını seçilmişlərdir. Seçilmişlərdir. Baxmayaraq ki, bəli, el, aləm, hər kəs, bütün Azərbaycan, hər kəs qürur duyur. Amma bir ana üçün bala itirməyində, balasız qalmaq o lap çətindir. Baxmayaraq, düzdür, bu gün məsələn biz cəmiyyətin ən nüfuzlu, ən hörmətli, hörmət bəslənən bir təbəqəsi şəhid ailələri. Amma analar üçün, atalar üçün çox çətindir. Əlbəttə çətindir. Biz o çətinliyi, əziz tamaşaçılarımız, siz də bizimlə bərabər bu neçə ildə şəhid ailələrinin qonağı olmusunuz. Sizin hər birinizi o şəhid ailəsinə elə bizim ekranımız, efirimiz vasitəsilə qonaq aparmışıq. Həqiqətən bu ailələr üçün çox çətindir. Çünki min bir əziyyətlə və min bir sevgi ilə, arzu ilə bir oğul böyüdürsən ki, o oğlun yaxşı işlərini görəcəm, yaxşı əməllərini görəcəm, toyunu görəcəm, o oğlun nə bilim övladları olacaq, o övladları bir gəzdirəcəm. Amma bu oğullar bizə elə bir qüruru yaşatdılar ki, təkcə bu ailələrə yox, təkcə şəhidin öz ailəsinə, doğma ailəsinə deyil, ümumilikdə Azərbaycanı özlərinə ailə bildilər. Ümumilikdə Azərbaycanı özlərinə ana bildilər və elə bir qüruru bizə yaşatdılar ki, o qürur təkcə bir ailənin qüruru olmadı, o bir millətin qüruruna çevrildi və o qürur Azərbaycan durduqca duracaq. Biz bir gün olmayacağıq, düzdürmü Elşən qardaş?
Mən də, siz də, biz heç birimiz olmayacağıq, amma onların adı yaşayacaq, onların adı qalacaq, onların adı əbədi qalacaq. Onların indən sonra gələn neçə Azərbaycanın nəsilləri onları yad edəcəklər ki, bizim torpağımızı birləşdirən, bir eləyən, Azərbaycanımızı o Ali Baş Komandanımızın dediyi o dəmir yumruğu kim etdi? Şəhidlərimiz etdi. Ali Baş Komandan onu dedi və qazilərimiz, şəhidlərimiz o dəmir yumruğu əməlləri ilə bizə göstərdilər. Azərbaycanımızı bir etdilər. Düzdür Rafiq müəllim? Cənab prezidentimiz yumruğunu sıxdı. O yumruğa axan qan, o damarlarda gedən qan bizim şəhidlərimizin qanı, qazilərimizin canı. Hansı ki o uşaqlar bizim 92-də Xocalı hadisəsində bizim şəhid olan anabacılarımızın bu gün məzarların, onların ziyarətgahlarını bizə qaytardılar. Hansı ki bizim minlərlə itkinimizi, şəhid itkinlərimizi bu gün bu balalar o torpaqlara azad edib bizlərə qaytardılar. Neçə ananın gözü yoldan çəkildi. Bəli, burada xatirələr çoxdur. Elşən demişkən, Elşənlə bir neçə dəfə Nicatın yanına getmişik, məsəl üçün. Qusarda olanda da getmişik. Əskər xidmətdə olanda. Bəli, xidmətdə olanda elə deyirdim Elşənə ki, Elşən, gedək. Hansı ki, Nicat istəmirdi, məsəl üçün. Gedirdik, deyirdi, İslam əmri nə əziyyət çəkirsiniz? Heç istəmirdi, heç kəsə narahatçılıq vermək istəməyən əziyyət vermirdi. Baxın, bax bu təşəkkür məktubları da bizim qəhrəman oğullarımızın hərbi xidmətdə, vətən qarşısında olan xidmətlərində göstərdikləri, belə deyim də, o nizamdır, o düzəndir, o şücaətdir. Komandanlıq və şəxsi heyət adından vətənimiz Azərbaycanın etibarlı müdafiəçisi olan Nicatı tərbiyə edib böyütdüyünüzə görə sizə minnətdarlığımızı bildiririk. Möhkəm can sağlığı, uzun ömür, ailə firavanlığı, halal və nəcib əməyinizdə uğurlar arzuluyuruq. Hörmətlə hərbi hissənin adını çəkmirəm. 3-cü əməliyyat taborunun 8-ci bölüyünün 2-ci tağım komandiri. Komandirin soyadı Bağırovdur. 2023-cü ildə sizə göndərilən təşəkkür məktubudur. Burada təşəkkür məktubları çoxdur, əziz tamaşaçılarımız. Buyur. Mən şəhid Qasımlı Nicatın əsgər yoldaşıyam. Biz xeyli müddət bir yerdə xidmət etmişik Nicatla. Nicat haqqında xatirələrim çox böyükdür, genişdir və heç zaman unudulmazdır. Nicat xidmət dövründə həqiqətən də çox mehriban, səmimi bir dost, bir yoldaş olmuşdur. Eyni zamanda öz xidmət fəaliyyətlərində çox məsuliyyətli idi. Hər zaman hər kəsdən qabaq sırada dayanardı. Sonra digər təlim vaxtı digər əməliyyatlar yerinə yetirən zamanda Nicatdan fəallıq göstərirdi. Eyni zamanda Nicat güləri çox zarafatçıl, səmimi bir əsgər yoldaşı, bir dost idi. Nicatın çox gözəl rəqs etməsi var idi. Hər zaman mənə təsir edən odur ki, onunla bağlı xatirələri yada salarkən hər zaman deyirdim ki, Nicat mənim toyumda da gəlib belə rəqs eləyərsən, deyirdi ki, əlbəttə gəlirəm. Ən çox mən üzən o xatirələr, o günləri yada salarkən Nicatın o kəlməsi idi. Nur içində yatsın, ailəsinə Allahdan səbir diləyirəm. Hərbi paltarlardır bunlar. Döyüşdən sonra komandirləri gətirmişdi. Bunları zəng eləmişdi. Çox həvəsli idi idmana, komandoya özü yazıldı. Dedi, zəng elədi ki, ayətə məni təbrik edə bilərsən, komandoya yazılmışam. Belə əlcəklər xoşlayırdı, komandoya, idmanı xoşlayırdı. Aldım, apardım, bu yazılardı. O nədir, baxın? Bunlar da belə komandoya yazsın zaten, hamısını deyirdi ayətə. Həvəskarıymış. Çox həvəskar, çox həvəskar, həddindən artıq çox həvəskar. Bəs o papaq? Hamısı bu Aşağısında orada papaq var. papaq qoydu. Anası bunları yemir ki, Nicatın iyisi var bunda Baxın, da. Buna paltarı yeyir. Baxın buna. Obrisi paltarı. Bunu başına qoyub bunu. Baxın əziz tamaşaçılarımız, baxın. Elə papağı da deyəsən hardasa bax beləcə torpaq ləkəsi var üstündə.
torpaq ləkəsi demişkən, Nizadın Torpaq şəhid ləkəsi. olduğu yerə getmişdim. Aha. Getdim komandir. Xocavənd istiqamətidir. Yox, Ağdərə istiqamətində. Ağdərə istiqaməti. Papravənd kəndində. Getdim, oradan elə dostum İslamla getmişdim. Nizadın torpağından getmişəm. Düz Xərəyzadın o şəkilləri göstərəcəm, Xərəyzad olduğu yer. Bunlar Nizadın öz vurulduğu torpağın, qanı töküldüyü torpaqdır. Əkmisiniz bunları, hə? Gül gətirib əkmişik. Bunları. Bəli, bəli. Deməli həmən istiqamətdən götürmüsünüz bunu. İstiqamətdən yox, düz vurulduğu yerdən tək Şəhid olduğu yerdən. Və Nicat snayperlə vurulub da. PK ilə vurulub dedilər. İkisi də oranın torpağıdır. Oradan gətirmişəm Nizadın torpağını. Məkanı cənnət olsun. Əslində əziz tamaşaçılarımız, bizim Qarabağımızda bu gün hər birimizin o vüqarla, qürurla getdiyimiz Qarabağımızın hər bir qarşı şəhidlərimizin qanıdır. Bax bu torpağı ata oradan gətirib, Qarabağdan gətirib, hər ikisi Ağdərədən gətirib. Elə bütün Qarabağımızda o bitən gül, çiçək hər biri şəhidlərimizin qanı ilə suvarılıb. Ona görə müqəddəsdir bizə. Qarabağ torpağı, Nicat vurulduğu o torpaq bizim üçün həqiqətən də bir ziyarətgahdır. Can atıram ki, həmişə 2 dəfə getmişəm, yenə də anasını da aparmışam. İstəyirəm ki, ora həmişə ziyarət eləyəm. Sən hər yeri ziyarət eləmək olur. Bu şəhidlərimizin vurulduğu yer, İmində Nizadın vurulduğu yer həqiqətən də çox ziyarətgahdır. İnşallah oraları düzəldəcəm. Getdim orada onun xərəyi tapdım. Xərəyini dostumla getmişdim. Xərəyini gətirib Nizad orada maşına mindiriblər. Xərək qalıbmışdı orada otun içində. Getdim xərəyi də tapdım. Nicatın daxil olduğu qrup Ağdərə, Papravənd istiqamətində komandanlığın qarşıya qoyduğu xüsusi tapşırığı yerinə yetirirdi. Döyüşə snayper kimi komandirlərlə birlikdə getmişdi. Döyüşdən qabaq yoldaşları ilə birlikdə bir məktub yazıb tankın içinə qoymuşdular. Olub belə bir hadisə, hə? Ermənilər tankı yandıranda məktubları da tankın içində yanmışdır. Görəsən o məktubda nə yazılmışlar? Şəhidlərimizin böyük əksəriyyəti döyüşə getməzdən əvvəl nəsə bir məktub yazıb qoyublar. Lakin yardım göstəriləndən sonra komandiri onu arxaya göndərmək istəyir Nicatı. Ancaq Nicat razı olmur. Döyüşə davam etmək istədiyini söylüyor. Sentyabrın 20-sində gecə saat 2:05 radələrində açıq döyüşə girirlər. Qarşıdakı erməni postlarını ələ keçirirlər. Səhər saat 5-ə qədər vuruşurlar. Deməli Nicat səhərə yaxın şəhadətə ucalıb. Aha. Səhərə yaxın vurulub. 4 saat yarım çəkməyib. Səhər-səhər zəng elədi ki, mama bilməsən. Yəni bir günlük işimiz var, təlimdir, belə elə. Ancaq bəzi sirlərini anasıyla danışırdı. Nicat səhv eləmirəmsə Opuskaya gələndə də deyir ki, ana bizim nəsildə şəhid varmı? Elə məktəbdən gəldi dedi ki, bizdə də ata tərəfdə şəhidimiz varmı? Dedim yoxdur. Yəni soruşmadı. Hər bir ananın xoşlamadığı sözdür. İstəyərmiş bala sözündən ayrıla. Onda dedim soruşma elə sözü. Heç nə. O da elə bir uşaq idi, çox sakit, çox fağır. Bir söz bir dəfə deyərdi və salam o söz ikinci dəfə təkrar eləməzdi, çıxdı. Ürəyindən keçib, bəlkə də qismətini bilirmiş ki, bizim nəsildə şəhid varmı? Bəlkə mən oldum, bax belə bəlkə. Nəslin adına ucalığı mən gətirirəm. Hər bir şəhid şəhidlik məqamı ilə məsəl üçün dünənə qədər o kənddə, o eldə, obada tanınmayan bir nəsli öz adı ilə ucaldır. Bugün bax biz sizin qapınıza gəlmişik, biz sizin evinizə gəlmişik. Bizi bura gətirən kimdir? Bizi bura gətirən Nicatdır. Biz bəlkə də heç bir ömür yaşayardıq, amma sizi tanımazdıq, sizin evinizə gəlməzdik. Bizi bura gətirən bax o gülərüz oğlandır. Bax onun gülməyinə baxın, onun o sevincinə baxın. Onların hər birinin sevinci Azərbaycanımızın bütövlüyü deməkdir. Siz əziz ata, əziz ana, burada 2 anamız var. Cavidimizin və Nicatımızın anası. Nə qədər ağır olsa da bir o qədər qürurludur. Çünki siz Azərbaycan analarından fərqlisiniz. Niyə bizim ali baş komandanımız, elə vitse-prezidentimiz 1-ci Mehriban xanım bütün bayramlarda niyə şəhid anaları ilə birinci görüşür? Niyə ali baş komandan birinci sizin yanınızda olur? Demək ki siz seçilmişsiniz. Düzdür Rafiq müəllim? Bəli. Nana xanım, mən bir şey vurğulayım. Mən Elşən qardaşıma
Nicat balamız şəhid olmamışdan öncə tanıyıram. Sosial şəbəkələr üzərindən mən hər zaman şəhidlərimiz haqqında paylaşımlar edərdim. İlk bəyənənlərdən, ilk rəy bildirənlərdən biri Elşən qardaşım idi. Və Yəni mən 2020-ci 2020-də bəli. Elşən qardaşım bəyənib. Bir müddət bu sosial şəbəkələrdə Elşən qardaşımda nəsə belə aktivlik gördüm, aktiv deyil. Və toylarda falan da rastlaşırdıq. Mən o yaşadığım məhəllədə Tozlar məhəlləsi var. Bu qardaşım da Tozda olduğu üçün sıx-sıx belə gəlib gedişdə olub mən bu insanı görürdüm. Günlərin bir günü bu yaxınlarda bu tədbirlərin birində gördüm. Qardaşım dedim, ay sən bura şəhid tədbirləri biz uşaq şəhid olub. Vətən igidlərinlə əyilməz başın, müqəddəsdir oğluna torpağın daşın. Çox ailə canlı, yəni bunu hamı da təsdiq edə bilər, həm də vətənpərvər idi. Həm oxuyurdu Memarlıq Universitetində, həm oxuyurdu, həm də işləyirdi də dərsdə. İlk maaşını pulum da yox idi. İlk maaşını getdi yolda cibimə qoydu ki, həyətə maaşımı almışam, ilk maaşım. Bir də ən axırıncı pulunu yaralanıbdı. Yaralananda Tozdan döyüş yoldaşı varmış. Çıxardım ona verir ki, bunu atamgilə verərsən. O cibində pul var imiş. Yaralanandan sonra. Yaralanandan sonra. Deyim, bunu atamgilə verərsən. Deyim, Nicat, sən yaralısan da, sən gedirsən, hələ döyüş gedir. Bəlkə biz burada şəhid oluruq. Deyib, yox, mən deyənə bax, bunu atama verərsən. 30 manat pul göndəribdi. Pul sizdədir. Muzeyindədir. 30 manat pul göndərib kağıza. Bu puldur. Bəli. Bir 20 manatlıqdır əziz tamaşaçılarımız, bir də 10 manatdır. Demək o 30 manatı sizə göndərib. Bəli. Yaralı onu döyüş yoldaşına verib ki, bunu atamgilə çatdırarsan, bizim evə çatdırarsan. Nə qədər halal övlad böyütmüsüz siz. Nə qədər o valideynə, ümumiyyətlə anaya, ataya sevgisi olan övlad vətəninə də sevgisi olan övladdır. Çünki o sevgini, vətən sevgisini hardan alır birinci? Anadan, atadan alır da. Allah sizi var etsin. Necə gözəl övlad böyütmüsüz. Necə vətənsevər, vətənpərvər övlad böyütmüsüz. Bilirsiniz, Elşən əziz qardaşım, hər kişiyə qismət olmur kişi kimi övlad böyütmək. Qeyrətli, namuslu övlad böyütmək, bir qeyrətli oğlun atası olmaq, bu hər Azərbaycan kişisinə qismət olmur ki. Düz. Mən Nicat şəhid oldu. Yəni Nicat şəhid olan bir gündən, ola bilsin hər ailə bir cürə qarşılayıb, ola bilsin Nicat şəhid olan bir gündən mən demişəm vətən sağ olsun. Gəldim, buradan getdim. Komandir dedi yaralıdır, ancaq nəsə ürəyimə damdı. Sən dostum Gizad bilirmiş sənin. Yaralı qaldım belə. Dedim yaralıdır, hardadır? Gördüm ki, heç kim gəlmədi bizdən. Dostum Slavın maşınla gedirik. Sən demə hamısı Bərdiyə Nicadı gətirməyə gediblər. Getdim gördüm evimizin üstünə bayraqlar asılıb. Düzdür, belimiz qırıldı. Ailəmiz parçalandı. Ancaq vətənimiz bütövləşdi. Bu günü bu gündə qürurluyam. Başı dik gəzirəm. Hamının yanında hörmətim də var, dövlətimin yanında da. Hər bir prezidentimizin verdiyi bu medal mənim üçün böyük bir fəxrdir. Antiterror günü dövlət başçımız Azərbaycan suverenlik günü qeyd elədi. Bu mənim üçün fəxrdir. Nicat üçün kitablar çıxır. Bəli. Buna bax. Nicat üçün vətən fədaları Manya xanımın yazıcısı şairə Manya xanım Manya Səxavət qızı, bəli. Var olsun. Bu məndən ötürü fəxrdir. Hər adamın adına kitab çıxmır ki. Mən fəxr edirəm, mənim oğlumun adına bax belə kitablar çıxır. Onun üçün əlim bax belə əlimdəki bax bu jurnalda da Nicat haqqında yazılıb. Azərbaycan xalqı deyir ki, biz şəhidlərimizə borcluyuq, şəhid ailələrinə borcluyuq. Ancaq bir Azərbaycan vətəndaşı olaraq mən də içimdə vətənini sevən, dövlətini sevən, torpağını sevən, bayrağını sevən hər kəsə borcluyam. Şəhidini sevən hər kəsə borcluyam. O cümlədən də sizə. Çünki siz şəhidini sevirsiniz. Şəhidin dəyər verib gəlib mənim evimi ziyarət edir. Şəhidin dəyər verməyən onsuz da vermir. Ancaq sizə çox təşəkkür edirəm. Rafiq müəllim sizə də, xanıma da, Space TV-nin rəhbərinə də həqiqətən də minnətdaram.
bu şəhidi yaşatmaq lazımdır. Unudulanda ölürlər şəhidlər. Qardaşım, hər bir Azərbaycanlının, hər bir şad günü şəhid ocaqlarından başlamalıdır. Çünki bu gün biz hansısa bir şad günümüzü eləyə bilirsə, sizin balalarınızın sayəsində eləyə bilirik. Biz hansısa bir bayramı evimizdə oturub rahat ailəmizlə qeyd eləyə biliriksə, o tortu kəsə biliriksə, biz o bir anlıq düşünməliyik ki, o nicatlarımızın sayəsində bunlar elədik. Mənim ailə dostum da İslam gəl bura. Bəli. İslam. Bunun oğlu oğlun da deyişəndə elə nişanlılı idi. Aha. O toyunu gözlədi, Nicadın ili çıxdı, bu xeyli vaxt keçdi, ondan sonra toy elədi. Uşağının, gəlinin iş ziyarət yeri şəhidin Nicadın yanı oldu. Nicadın anasının əlini öpmək oldu. Yəni ilk dəfə evlatlarını göndərdi ki, şəhid ailə heç bir yerə getmədilər. Toydan qabaq da, toydan sonra gəlini də, oğlunu da göndərdi, gəldi mənim evimi, Nicadın evini ziyarət elədilər. Demək onlar and içdilər ki, bizim qanımız bahasına indən sonra Azərbaycanımız firavan olsun. Bugün sevinə-sevinə biz Qarabağdan baxırıq da görüntülərə. Qarabağda toy olur, Qarabağda zaman-zaman ailələri göndəririk. Bəli, hər kəs öz evinə, yerinə, yurduna, ata-baba ocağına qayıdır. Bunları bizə yaşadan kimdir? Bunları bizə yaşadan bax bu oğullardır da. Nicatdır, Caviddir, düzdürmü? Bizim şəhidlərimizdir. Yəni onları unutmaq mümkün deyil. Onlar bizim canımızdır, onlar bizim qanımızdır, onlar bizim torpağımızdır, onlar bizim bayrağımızdır, onlar bizim vətənimizdir. Hər bir şey, hər bir şey. Və bugün burada əziz tamaşaçılarımız, iki bizim gözəl anamız, iki qeyrətli Azərbaycan xanımı dayanıb. Onlar da bizim qürur yerimizdir. Bu qəhrəman oğulları böyüdən atalara və analara hər zaman minnətdar olmalıyıq. Və biz hər dəfə Qadınlar Bayramı günü gələndə, ümumiyyətlə Qadınlar Bayramı, beynəlxalq 8 Mart Qadınlar Bayramını keçirdəndə Analar Bayramı deyirik, Analar günü deyirik. Bizim üçün əsl analar onlardır. Ana olmaq bir qəhrəman oğlu böyütmək deməkdir. Hər kəs ana ola bilmir. Hər kəsin övladı doğula bilər. Bəli, bəli, ana adına layiq olmaq tamam başqa bir hissdir. Mən sizi bax bu bayram münasibəti ilə də bütün bizi izləyən tamaşaçılarımız adından, bütün Space televiziyasını izləyən, ümumiyyətlə Qarabağ Azərbaycandır layihəsini izləyən tamaşaçılarımız adından, Azərbaycanlılarımız adından sizi ürəkdən təbrik eləyirəm. Elə bilin ki, bu təbriki bizimlə bərabər həm də Nicat edir, həm də Cavid edir. Onların adından sizi təbrik edirik. Sizinlə bərabər bizi izləyən bütün şəhid analarının qarşısında baş əyirik, hər birinin bayramını həm öz adımızdan, həm də şəhid oğulları adından təbrik edirik. Allah sizi var etsin. Sizin kimi analar, sizin kimi atalar Azərbaycanımızı bütöv elədi, ana. Cavidin anası, Nicatın anası. Allah razı olsun. Allah yenə deyirəm, cəmi şəhidlərimizin məkanlarını cənnət eləsin, məqamlarını uca eləsin. Allah sizləri, sizin timsalınızda yad eləyənləri, ən əsas bu həyatda bir halallıq var. Onlardan halallıq almaq, onların ruhu qarşısında az da olsa bir mənəvi borcunu belə yerə yetirməkmi deyim, rahatlıq tapmaq ki, mən bu ocağı ziyarət elədim, bu şəhidin ruhu məndən razı oldu. Allah razı olsun. Yəni, bizlərin də razılığını almaq, bizlərdən razı olmaq, deyim, qoy belə deyim, Allahdan razı olmaq. Allah da sizlərdən razı olsun. Hərbi geyimləri. Ən çox da, lap çox sevdiyi də bu 3 paltar. Bunları sevirdi, idman paltarları. Deyirdi ki, mən psikoya gələndə, 10 günlüyə gələndə bunları göndərərsən, bunları geyinərəm. Bunları sevirdi. Memarlıq oxuyurdu. Öz evinin çertiyojunu çəkmişdi. İstəyirdi ki, belə bir ev. Özü çəkmişdi, bundan da 5 alıb gəlmişdi. Öz evinin sxemidir, öz evini çəkmişdi. Bu da yazılıb burada bünövrə planı. Bəli. Qasımlı Nicat. Bəli, bəli. Özü çəkibdi bunu, özəl işidir. Amma bax bu bünövrələri onlar Qarabağda tikdilər. Bu təməllərin hər biri Qarabağda atıldı. İndi Qarabağda salınan evlər ki, Qarabağda salınan binalar ki var, onların hər birinin təməlini şəhidlərimiz öz qanları ilə saldılar. Qardaşımız orada öz evinin layihəsini Bəli, çəkmişdi. öz Amma
İndi Azərbaycan xəritəsinin layihəsində dəyişiklik elədi. Bəli, bütövləşdirdi. Bütövləşdirdi, Azərbaycanımızı cəmləşdirdi. Hansı ki o torpaqlara biz həsrətlə gedirdik. Hansı ki o torpaqlarda Biz gedə bilmirdik. Hansı ki gedə bilmirdik. Hansı ki o torpaqlarda kimlərsə düşünürdü ki, mənim bir evim olsun. Mən də vaxt sonra qayıdaram, bunu eləyərəm. Amma bu balalarımız o çəkdiyi layihələri artıq oradan reallaşdırdılar. Nicat, mən özüm ustayam da. Nicat usta oğluydu. Yanımda bir də görsən aparırdım işə. Bu evdə bu daşların hamısını Nicat vurubdu. Bu evdə. Bəli, öz otağını hazırladı. Neçə gün yatdı burada. Öz evini hazırladı, bəli, bu bəli. otaqda yatır, hə? Bəli, öz otağı idi, özü Yəni hazırladı. sonradan hazırlamamısınız da bu otaqda yatır. Yox, özü hazırlayıb. Nicat özü hazırlayıb. Bu daş işləri hamısı İslam əmisindən məsləhətləşirdi, özü indi zala. Bütün daş işini hamısını öz əllərindən işləyir. Deməli daş işi bax bunları deyil. Bəli, bəli. Qabancıqlar. Əziz tamaşaçılarımız, bax bu daşların hər biri şəhidimizin, qəhrəman oğlumuzun, Nicatın özünün əl işləridir. O Aha, yastığı, bu yastığı. əski axırıncı yatdığı yastıqdır. Hərbi hissədən anasını əskərlər ziyarətə getmiş, hərbi hissədən gətirib anası. Öz o yuyulmuyubdu. Yəni anası iyisini ondan alır da, Nizadın öz yastığıdır. Bu yastığımızdır, hərbi hissədən gələn əskər yastığı. Hərbi hissə iyi gəlir. Hə, hərbi hissə iyi gəlir. Məkanı cənnət olsun. İgid oğullarımızın, unudulmaz oğullarımızın, Azərbaycanı bizə yenidən bütövləşdirən oğullarımızın, bilmirəm, daha bilmirəm nə sözü deyəsən ki, o şəhidlərin şəninə yaraşsın, o şəhidlərin adına yaraşsın, onları necə vəsf eləyəsən, onları necə, o sözlərimizlə istəyirik ki, onlara bir sığal çəkək, tumar çəkək, adlarını sığallayaq. Qəhrəman bizim oğullarımız, ömrü boyu sizə borcluyuq, ömrü boyu biz Nicatımıza, Cavidimizə, cəmi şəhidlərimizə bir Azərbaycanlı olaraq borcluyuq qəhrəman oğullarımıza. Nə qədər Azərbaycan var, biz ölən günümüzə qədər şəhidlərimizə borcluyuq. İstər yeni yetişən nəsil, istər yaşlı nəsil, istər gənc nəsil, hər birimiz borcluyuq. Hansı ki o nəsil, yenə də təkrarlayıram ki, Qarabağı görməmişdir. Heç Qarabağı bilmirdilər nə olan şeydir. Amma o torpaqları bizlərə qaytardılar. O torpağı Qarabağlılara qaytardılar. Bəli. Dostu. Elə əmisidir də, əmisidir. Sözsüz ki, Allah da bilsin, biz ailəvi bir adam ki, oğlunun xoş gününü gələ ilk gəlin ayaq açdısını, toya hazır gələ şəhidin evindən elə əlbəttə ki, qardaş. Yəni biz nə qədər döyüş Nicat haqqında bilsə də, Nicadı döyüş, əskərik Tural kimi bilən olmaz. Çünki Tural onun əskərik yoldaşıdır. Həqiqətən də bulağın açılışında da Nicat bütün hamı Turaldan danışır. O qədər xoş sözlər danışdı Nicatla. İndi əskərlər də oturub əhdi peyman eləmişlər ki, Nicat həqiqətən də gözəl rəqs edir, neçə rəqsə getmişdi. Mən burada belə deyim, nağara da gördüm orada. Bəli, nağarası. Ondan sonra deyirmiş ki, Nicat, gəl mənim toyumda rəqs eləyərsən. Bu da Nicatın rəqs eləyən şeyləri var. Burada. Bəli. Nicadın rəqs eləyən. Yaxşı rəqs eləmək bacarığı var. Bizi bugün evinizdə qəbul elədiyinizə görə anam, çox təşəkkür edirəm sizə. Çox minnətdarlıq edirəm sizə. Allah sizdən razı olsun. Yerdən göyə qədər. Bilmirəm sizə necə təşəkkür edək. Bilmirəm sizə necə sağ ol deyək. Söz tapmıram sizə deməyə. Siz sağ ol, çox sağ olun. Allah var eləsin sizlərə. Allah köməyiniz olsun. Gəldiniz, Nicatı ziyarət elədiniz. Allah sizdən razı olsun. Nicatların ruhu həmişə sizlərə kömək olsun. Cavidlərin, Nicatların, hər bir ziyarət elədiyiniz o ruhlar həmişə sizə kömək olsun. Vallahi bundan böyük şəhid anasından belə adamlar sizlər kimi deyir, ən böyük deyir, mənə təsəl, ən böyük lazımlı şəhid anasına xeyir dua almaqdır. Və o da hər kəsə nəsib olmur. Siz onları yaşayırsınız, eləyirsiniz. Allah həmişə uzaq yollarda olursunuz, ziyarətlərdə həmişə Allah sizi qorusun. Pənahında saxlasın, xətadan, bəladan uzaq olun və Allah ömür versin. Həmişə mikrofonunuz əlinizdə olsun. Həmişə belə gözəl ziyarətlərdə xoş təəssüratlarla qayıdın. Belə anaların xeyir duaları sizlərə bəsdir vallahi. Allah sizdən razı olsun. Sizdən bir xahişim də var. Mən özüm Hacı xanımam. Nə bilim belə. Allah sizdən razı olsun. Hacı xanımdan bir şey də xahiş eləyəcəm. Elə hər iki anamızdan xahiş eləyəcəm. Hal-hazırda Nicatın da,
Cavidin də, cəm şəhidlərimizin azad elədiyi torpaqları qoruyan əsgərlərimiz var. 18-19 yaşında əsgərlərimiz. O əsgərlərimizə dua edin. Bax bir ana olaraq 18 yaşından tutmuş əsgər və zabitlərimizi, vətənimizin keşiyində duranlara, bütün qeyrətli oğullarımızı Allah pənahında saxlasın. Heç bir ananın gözü yolda qalmasın. Hər bir oğul anasının üstünə sağ-salamat gəlsin. Balalarının xeyir işini görsün hər bir ana. Və Cavidin deməli mənim oğlum toysuz idi, ailə qurmamışdı hələ. Həmişə deyirdi ki, bu beynəlxalq yarışlara hazırlaşırdı. Onda gedirdi, müxtəlif ölkələrdə olurdu. Deyirdi, ayına deyirdi. Biz can veririk ki, çalışırıq ki, gələcək nəsillər bizim yaşadığımızı yaşamasın. Xarici dövlətlərə gedirik deyir, nə qədər qalibiyyət əldə eləsək, bir utanclıq var deyirdi. Çünki biz torpaqları əsarət altında olan bir xalqın deyir, nümayəndəsi kimi deyir, oluruq, deyir, utanırıq deyirdi. Hə. Biz əziyyət çəkək, gələcək uşaqlar bizim yaşadığımızı yaşamaz. Onun atası həm də 1-ci Qarabağ müharibəsinin qazisidir, yoldaşım. Atasından qalan, atasının əldə eləmədiyi qələbiyi, çata bilmədiyi vətən bütövlüyünü elə bunu Cavid elədi. Məsələn, Cavidlərin, nicatların timsalında yenə deyirəm, Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Allah ata-analara səbr versin və onların məqamına uyğun, tutduğu bir ali mərtəbəyə uyğun Allah bizə də ömür versin ki, onların tutduğu məqamı qoruyub saxlaya bilək və cənnətdə inşallah bizlərə şəfaətçi olsun. Görüşək inşallah. İnşallah. Gözəl anam, əsgərlərimizə dua eləyin. Yağış bilməyib, qar bilməyib, soyuq deməyib. Vətən keşiyində duran ordumuzu Allah qorusun. Həmişə mən Nicata demişəm, Nicat. Sən Allah səni qorusun, sənin timsalında bütün əsgərləri qorusun. Axırıncı ayın 18-i gündə onu demişəm. Yenə əsgərlərimizi Allah qorusun, ordumuzu qorusun. Onlar olmasa vətən olmaz həqiqətən. Vətənin keşiyində kim durardı? Kim gedib qoruz çəkərdi? Kim ana bacı qoruyardı? Allah ordumuzu qorusun. Qazilərimiz Allah can sağ var olasınız. Elə oğul böyütmüsünüz ki, vətənin keşiyində layiqincə durub. Həm sizin ailənizə, həm sizin adınıza, həm atası Elşənin adına bir fəxarət gətirib. Həm elinə, obasına, həm o Tovuz cəmaatına, Tovuz bölgəsinə, həm cəmi Azərbaycanımıza, hər birimizə başucalığı gətirib. Mən bir daha təşəkkür edirəm sizə. Elşən qardaş, sizə təşəkkür edirəm, minnətdaram sizə və sizdən əziz tamaşaçılarımız, belə deyim, arzusunda olanlara arzu edirəm. Belə gözəl ziyarətgahlara gələ biləsiniz. Qapını açıb içəri daxil ola biləsiniz. Və aranızda elələri var ki, gəlmək istəyirsiniz, fikirləşirsiniz ki, görəsən necə gedərəm, şəhid evinə necə gedərəm, çox rahat. Hansı qapını gəlib döysəniz ki, mən şəhidin ziyarətgahına gəlmişəm, sizi məmnuniyyətlə içəri alacaqlar və burada sizdən bir söz istəyirəm. Bugün biz Cavidimizin anası ilə sizin yanınıza gəldik, sizin ziyarətgaha gəldik. Siz də mənə söz verin ki, mənlə bərabər, Rafiq müəllim, hara gedəcəyik? Tovuza gedəcəyik. Kəndin adını biləcəyik. Nicatın məzarını ziyarətə və Alaçol kəndi. Alaçol kəndinə. Və oraya bir bayaq sözüm yarımçıq qaldı. Bir qazilərə də qoy bir xeyir dua verim. Qazilər var. Yəni bizim balalar, canlı şəhidlər də olanda, bizim balalarımızın nəşini çinlərində daşıyan qazilər var. Hansı ki, bizim balaların biz görmədiyimiz tərəflərini, qəhrəmanlıqlarını, görürsən, döyüş yoldaşları mənə tanıdır ki, sənin oğlun bu oldu, bu oldu. Ya sən Nicatın döyüş yoldaşı. Allah onları pənahında saxlasın. Yaxşı ki, varlar. Bizi həmişə ziyarət edirlər, axtarırlar, ziyarətlərimizə olurlar. Allah onlara da şəfalar versin, can sağlığı versin və bəlkə sözümüzə davam. İnşallah ki, Allah nəsib eləsin sizə. Elə Nicatın atasından, anasından. Söz verirsiniz bizə. Biz şəhid ailələrinin var. Vallahi heç nəyə ehtiyacımız yoxdur. Heç nəyə. Bir dənə mənəvi dəstək, mənəvi dayaq. Qapımızı açıb, yəni o şəhid adına qapını açıb böyükdən, kiçikdən böyüyə hər bir kəs bizim üçün ən dəyərli insanlardır. Ehtiyacımız var hər zaman. Çox sağ olun. Sağ olun. Mən bu qədər ehtiyacım var. Bəli. Dünyaları bəxş edirsiniz Həm də Rafiq bizə. müəllim, bu şəhid anaların, ataların dilindən ki, biz o duaları ki eşidirik, o dua bizə yerdən göyə qədər bəsdir. Sağ olun, var olun. Bizi bugün evinizdə qəbul elədiyinizə görə təşəkkürümü bildirirəm və sizin də hər biriniz əziz tamaşaçılarımız dəvət edirəm. Bizimlə bərabər şəhidlərimizin, bax bu uca məqamıdır. Bax bu şəhidlərimizin muzeyidir. Bu şəhidlərimizin adıdır, sanıdır, şərəf yeridir. Bax bu yerləri bizimlə bərabər ziyarət edəsiniz.